Salam dostlar, axşamınız xeyirli olsun. Bugünkü mövzumuz şuuraltı tərəfindən biz necə idarə olunuruq olacaq. Biz əgər mövzuya tam şəkildə hakim olsaq, anlayacaq ki, bizim həyatımızın müəyyən dönəmində insanlıq, yəni bizi ətraf edən, ətraf mühit amilləri tərəfindən dizayn olunur. Hansı ki, bunlar bizim valideynlərimiz, bizim təhsil aldığımız məktəb və yaxud da ki, digər ətraf mühit amilləri olunub. Onlar sanki bizə bir kitab təqdim ediblər ki, sən götür bu kitabı oxu və sən bu kitabı oxuduqdan sonra bizim yaşadığımız tipdən bir həyat yaşayacaqsan. Böyük bir kitabxanada biz öz yaşamımızı sürmüşük və o kitabxanada başımızı qaldıraraq başqa aspektdən, başqa mövzuları əhatə edən və yaxud da ki, bizim özümüzün seçə biləcəyimiz bir kitabların olduğunu biz anlamamışıq və yaxud da ki, algılamamışıq. Hansı ki, bizə valideynlərimizin 0-7 yaş arasında kodladığı, bizə təlqin etdiyi, həmin bu inanclardan yola çıxaraq, onların bizə sunduğu kitab üzrə biz öz həyatımızı başlamışıq qurmağa. Və öz həyatımıza da baxanda görürük ki, bizim yaşadığımız həyat, bizim valideynlərimizin, onların da valideynlərinin yaşadığı həyatla bir eynilik təşkil edir. Buna görə də biz həyatın müəyyən bir dönəmində bunun fərqinə varırıq və anlayırıq ki, biz bir proqram tərəfindən idarə olunuruq. Hansı ki, həmin idarə olunduğumuz proqramın yazarı belə biz özümüz deyilik. Və başlayırıq biz araşdırmalar aparmağa ki, necə ola bilər, bu proqram kim tərəfindən yazılıb və yaxud da ki, mən bu proqramın fərqinə vardıqdan sonra bu proqramı necə dəyişə bilərəm. Bu proqram adlanır bizim şuur altımız, yəni zehnimizin şuur altı təbəqəsi. Hansı ki, bizim beynimiz enerjiya qənaət rejimində işlədiyinə görə müəyyən bir proqram əsasında başlayır bizim həyatımızı dizayn etməyə və yaxud da ki, yön verməyə. Və biz şuuraltımızı ilk öncə inandıqlarımız ilə və yaxud da ki, bizim ətraf mühit amilləri tərəfindən inandırıldıqları ilə necə biz yazırıq, onu öyrənək. Təsəvvür edin ki, siz maşın sürə bilmirsiniz və başlayırsınız maşın sürməyi öyrənməyə. Öyrəndikdən sonra isə sizə sürücülük vəsiqəsi təqdim olunur, yəni imtahan verirsiniz və başlayırsınız maşını ilk öncə şuurlu şəkildə icra etməyə, yəni sürməyi siz şuurlu şəkildə bu icraatı həyata keçirirsiniz və müəyyən bir vərdiş yarandıqdan sonra, yəni bu etdiyiniz təkrarlar artıq bir şuuraltı vərdişə çevrildikdən sonra, bir koda çevrildikdən sonra siz artıq bunu avtopilot rejimində belə idarə edə biləcəksiniz. Təsəvvür edin ki, sizin eviniz müəyyən bir konumda yerləşir və siz hər dəfə eyni yol ilə evinizə gedərək geri qayıdırsınız və yaxud da ki, işə həmin yolla gedirsiniz və yaxud da ki, gəlirsiniz. Bu artıq bizim şuuraltımızda bu yol müəyyən bir kod olaraq yazıldı və biz ömrümüzün böyük bir dönəmində başlayırıq elə bu kodlarla da idarə olunmağa. Yəni, bizə inandırılanlarla bir həyat yaşamağa. Buna görə də biz həyatımızdan müəyyən dönəmlərdə bezirik. Biz sıxılırıq, biz daralırıq. Sanki bizə aid olmayan, başqalarının bir həyatını yaşamışcasına bir hisslərə qapılırıq. Və bu hisslərə qapılıb, artıq hisslərdən biz bir qədər kənara çəkilərkən bu şuurlu şəkildə bir icraat sayılır və sənin özü müşahidə etmə anın baş verir. Sən özü başlayırsan kənardan müşahidə etməyə. Yaşadıqlarını, sənin valideynlərinin yaşadıqlarını görürsən ki, bir döngənin içərisindəsən. Sanki bir dairənin içərisindəsən, müəyyən bir il, ay, yenə gəlirsən, eyni yerə çıxırsan, eyni insanlarla qarşılaşırsan, eyni həyat hadisələrini yaşayırsan və siz artıq buna bir stop demək istəyirsiniz. Yəni, bu dairəni yekunlaşdırmaq, bu döngünü bitirmək istəyirsiniz. Bitirmək üçün isə çarələr axtarırsınız, yollar axtarırsınız və bu yolları da siz kənarda axtarırsınız.
Biz anlamırıq ki, bütün hər bir dəyişiklik start nöqtəsi elə bizim daxili dünyamızdadır, bizim zehniyyatımızdadır, bizim şuuraltımızdadır və biz o şuuraltı inandığımız inancları dəyişər isək, bizdə artıq başlayacaq o şuuraltı inanclardan təzahür edən həyat da dəyişilməyə. Yəni biz öz həyatımızı, şuuraltımızı dəyişərək dəyişə bilərik. İnandıqlarımızı dəyişərək. İnandıqlarımız dedikdə bəzən insanlar yanlış şəkildə anlaya bilərlər. Nəyə inanmışam, necə inanmışam. Sənə ola bilər ki, uşaqlıq dövründə təlqin olunsun ki, insanlar təhlükəlidir və yaxud da ki, insanlar pisdir. Artıq sən və yaxud insanlara güvənmək olmaz. Sən əgər bu inanclarla bir yaşam sürürsənsə, sənin artıq fokusun olacaq insanların səhvlərinə. Sən daimi şəkildə insanlarda səhv axtaracaqsan və axtardığına görə də insan da bir ideal varlıq olmadığına görə sən mütləq şəkildə o səhvləri tapacaqsan. Və bu səhvləri tapmağın və fokusunun da insanların o səhvlərində olmağı səndə bir qavrayış formalaşdıracaq. Bu qavrayış nə olacaq? Bu qavrayış olacaq ki, hamı təhlükəlidir. Artıq sən təhlükəni hamıdan gözləyəcəksən və sezəcəksən. Və bu qavrayışın bir davranış formalaşdıracaq səndə. Necə bir davranış formalaşdıracaq? Əlbəttə ki, təhlükə hiss etdiyin yerdən sən artıq məsafəni qoruyacaqsan, məsafə saxlayacaqsan. Və yaxud da ki, soyuqqanlı davranacaqsan, bir soyuq münasibətdə bulunacaqsan insanlara qarşı. Və bu da bir nəticə doğuracaq. Yəni hansı nəticəni doğuracaq? Təbii ki də ki, münasibətlər olacaq uğursuz. Yəni hal-hazırda əgər bir uğursuz münasibətin sən əgər içindəsənsə, demək ki, sənin burada bir inancın var. İnancın da insanlara güvənmək olmaz. Sən nə qədər istəsən də öz partnyoruna, öz dostuna, rəfiqənə və yaxud da ki, səni əhatə edən insan formatında olan enerjilərə sən inanmırsan. Və inamsızlıq da fokusunun inamsızlığa fokuslanmasına gətirib çıxardır. İnamsızlığa fokuslandığına görə, inamsız davranışlar axtardığına görə də səndə artıq təhlükə qavrayışı formalaşır. Yəni, sistem çox sadə işləyir. Biz əgər burada inancımızı dəyişsək, biz güvənsizlik inancını güvənilir inancla əvəz edə bilsək və fokusumuzu, yəni sahib olduğumuz enerjini, hansı ki, təsəvvür edin ki, bir qızılgül var və siz fokusunuzu vermişsiniz qızılgülün tikanına. Daimi şəkildə özünüzü o tikanın sizin əlinizə batmağından qorumaq istəyirsiniz. Və sizin zehniyyatınız təhlükəli rejimdə, yəni təhlükə var rejimində, beyniniz o rejimdə fəaliyyət göstərir və siz gülün qoxusunu hiss edə bilməyəcəksiniz. Çünki fokus gülün qönçəsində, gülün gözəl qoxusunda deyil. Və həyatımız da zaten belədir. Bu aspektdən həyatımızda formalaşır. Və sənin bu fokusunun hansı hissədə olması artıq ona uyğun bir davranış səndə təzahür elətdirir. Və bu davranış da təbii ki də ki, gətirir bir negativ bir nəticəyə çıxardır. Və sən də qalırsan bu döngünün içində. Və bu sistem qırılmayanda sənin həyatın mümkün deyil ki, dəyişsin. Sən yəni həyatını dəyişmək istəyirsənsə, ilk öncə inandırıldığın aspektləri şuurlu şəkildə analiz etməyi bacarmalısan ki, mən 0-7 yaş arasında və yaxud da ki, ondan sonraki dönəmlərdə nəyə inandırıldım? Bəzən də bizə deyirlər ki, düşüncəni dəyiş və sənin həyatın dəyişəcək. Və buna da biz inandırılırıq ki, mən bugün qərar verirəm ki, mən artıq yaxşı düşünəcəm. Mən artıq pozitiv düşünəcəm. Bu metodda dostlar, demək olar ki, işləmir. Nəyə görə işləmir? Çünki bu sənin zehniyyatında inancsal səviyyədə dəyişikliyi formalaşdırmır. Sən sadəcə olaraq bir gün pozitiv düşünürsən və sənin artıq beynin negativə fokuslandığına görə səni pozitivdən yayındırır. Deyir ki, yox, axı sən inanırsan ki, insanlar təhlükəlidir.
Sən necə deyə bilərsən ki, mən təhlükəsizlikdəyəm? Sən bu inanca fokuslana bilməyəcəksən. Daha doğrusu bu cümləyə fokuslana bilməyəcəksən. Yəni sadəcə olaraq sənin nəyisə pozitiv şəkildə düşünməyin sənin həyatında müəyyən bir dəyişikliklərə gətirib çıxarmayacaq. Buna görə sən ilk öncə şuurlu rejimə keçid etməlisən. Bunun sistemi bundan ibarətdir ki, sən şuurlu şəkildə öz inanclarını götür qoy eləməlisən. Bilməlisən ki, sən nəyə inandırıldın və sonra isə yeni kod yazmalısan. Yeni kod isə bilirsinizmi dostlar? Həmin o bizim inandırıldığımız inancın antonimi ilə yazılır. Məsələn, mən güvənmirəm, mən güvənsizlik hiss edirəm və bunun antonimi mən güvənirəm. Mən insanlara güvənirəm olacaqdır. Və sən sadəcə olaraq mən insanlara güvənirəm afirmasiyanı təkrarlayaraq nəsə bir nəticəyə çatmayacaqsan. Burada əksik bir ədviyyat var. Sanki yemək bişirirsiniz, yeməyə duz vurmamısınız və yaxud da ki, digər dad qatan ədviyyatları siz əlavə etməmisiniz. Burada nə baş verəcək? Burada məlum məsələdir ki, biz yeməkdən bir tam ala bilməyəcəyik. Sadəcə olaraq ac qalmayaq deyə biz yeməyi yeyəcəyik. Demək ki, burada bir ədviyyat lazımdır ki, hansı ki, yeməyi dada gətirən duz olur, dostlar. Deməli, bizim bu inanclarımızın formalaşmasında da, yeni inancımızın formalaşmasında lazım olan ədviyyat ondan ibarətdir ki, burada bir emosiya olmalıdır. Yəni, biz dediyimizə uyğun olaraq bir emosiya ifraz etməliyik. Emosiyanın ifrazı artıq sənin həmin o vibe-ı yaymağına gətirib çıxardır. Yəni, sən deyirsən ki, dəyərsiz hiss edirsən və sən təkrarlayırsan ki, mən dəyərliyəm. Mən dəyərliyəm afirmasiyasını sən təkrarlayarsansa və yaxud da ki, yazma prosesini həyata keçirdərsənsə, inanc dəyişimi babından deyirəm bunu, sən mütləq şəkildə burada artıq o dediyin, təkrarladığın cümləyə inanmalısan. İlk öncə özün inanmalısan. İnananda artıq emosiya ifrazı baş verəcək. Yəni, mütləq ki, sənin həyatında dəyərli olduğun bir an, bir zaman var. Və bu dəyərli olduğun zamanı, anı sən sadəcə olaraq həmin afirmasiyanın təkrarlanmasında bir vizualizasiya olaraq sən canlandırsan və müəyyən bir zaman intervalı var ki, o intervallarda, müəyyən bir gün intervalı da var ki, o intervallarda sən bu afirmasiyanı emosiya qataraq, inanaraq və hiss edərək təkrarlasan, mən sənə əmin eləyirəm ki, sənin şuur altında olan kod yeni kodla əvəz olunacaq. Və bu qeyd etdiklərimi siz bir çox pullar xərcləyərək müəyyən təlimlərdə ala bilərsiniz. Amma bugün sizə sizi var edən tərəfindən bu sözlər lütf olunur. Burada nə mən bir kəsəm, nə də ki, başqa kimsə, bunlar hamısı bir vasitələrdir. Sadəcə olaraq Rəbb olan Allah hər zaman bizə bir lütflər edir. Və edilən lütfləri dəyərləndirmək bizim sahib olduğumuz azad iradəmizdən qaynaqlanan bir nüansdır. Və bu dediklərimi diqqətli şəkildə əgər öz həyatınıza bir icraat kimi icra etsəz, bir disiplinli şəkildə, demək olar ki, həyatınızın bir ayını siz özünüzə və o ayın hər gününün ən azı 20 dəqiqəsini, yarım saatını özünüzə xərcləsəz, hansı ki, öz inanclarınız üzərində işləyərək, özünüz öz psixoloqunuz, özünüz öz yaşam koçunuz, terapistiniz olaraq özünüzə yanaşsaz əgər, yəni özünüzlə olan rabitəni bərpa etsəz, siz heç bir kənar vasitənin istifadəsi olmadan, kənar vasitənin köməyi olmadan öz həyatınızda gözlə görünür şəkildə dəyişikliklər edə bilərsiniz. Və bunları bir daha xatırlatmaq istəyirəm. İlk öncə siz bir şuurlu baxış etməlisiniz, yəni özünüzü bir check-up etməlisiniz. Oturmalısınız özünüzlə baş-başa. Baxmalısınız ki, mənim həyatımda hansı sıxıntı var, mənim həyatımda hansı döngü var, mən hansı tip insanlarla qarşılaşıram və bu tip qarşılaşdığım insanlar
ətraf mühit amilləri mənə nəyi vurğulamağa çalışırlar? Niyə mən narsist insanın əhatəsindəyəm? Niyə mən narsist insanla həmsöhbət olmaq məcburiyyətində qalmışam? Və bu aspektdən yola çıxaraq görürsüz ki, sizin narsist insanla qarşılaşmağınızın əsas səbəbi sizin şəxsi sərhədlərinizin olmamasıdır. Və siz artıq burada təkcə şəxsi sərhəddən söhbət getmir. Təbii ki, burada başqa amillər də var, gözlə görünür. Sizin özünüzü sevməməyiniz, sizin özünüzü dəyərsiz görməyiniz və bu da qarşı tərəf tərəfindən sizə daimi şəkildə o duyğunun ifrazını daxildə və yaxud da simulyasiya daxili hiss edilməsinə gətirib çıxardır. Şuurlu bir check-up etdikdən sonra özünüzü, inancınızı müəyyən edirsiniz, inancınızın əksini başlayırsınız özünüzə təlqin etməyə. Özünüzə təlqin edərsinizsə və burada təlqin edərkən də emosiya siz ifraz edərsinizsə, siz həmin tip insanları, bəyənmədiyiniz xarakteri xüsusiyyətə sahib insanları, bəyənmədiyiniz həyat hadisələrini, bəyənmədiyiniz ətraf mühit amillərini onlara təsir göstərmədən, onlarla bir növ razılaşma əldə etmədən sadəcə olaraq öz cümlələrinizlə, öz şuuraltı inancınızı dəyişərək yeni bir güclü, gözəl, memarı özünüz olan bir gələcəyə sahib ola bilərsiniz. Sizin ən əsas lazım olan sizə fokusunuzun hansı istiqamətdə olmasıdır. Mən özümü check-up edərkən, mən öz daxili dünyama səyahət edərkən ən əsas nəyə diqqət etməliyəm? Mən düşüncəmi müşahidə etməliyəm. Nə düşündüyümə baxmalıyam. Mən hal-hazırda keçmişdə yaşayırammı, gələcəkdə yaşayırammı? Mən bunları müəyyən etməliyəm. Əgər mən bunları müəyyən etsəm, görsəm ki, mən keçmişdə yaşadığım hansısa travmatik hadisəyə ilişmişəm, keçmişdə qalmışam, hal-hazırda olduğum anda keçmişi düşünərək var edirəm. Keçmişdə mənim bağçamda mən istəmədiyim ağacı kimsə gəlib əkib, mən də onu bir növ sulamaq məcburiyyətində qalmışam. Buna görə də həmin ağacın meyvələri xoşuma gəlməsə də, mən o meyvələri yemək məcburiyyətində qalıram. Belə bir illüziya ilə sintez eləsək, artıq biz anlayacağıq ki, nəyi niyə yaşayırıq. Və bu ağacı sulamaq da bizim seçimimizdir, ağacı kəsib atmaq da bizim seçimimizdir və yaxud da ki, bu ağacı ümumiyyətlə bizim bağçamızdan birbaşa şəkildə ləğv etmək də bizim şəxsi seçimimizdən ibarətdir. Biz seçim edən bir varlıq olduğumuzu unutmuşuq. Unutduğumuza görə də seçimləri başqa kəslər tərəfindən edilən bir varlığa çevrilmişik. Yəni, öz həqiqi kimliyimizin fərqində deyilik. Biz bilmirik ki, öz gələcəyimizi biz özümüz yarada bilirik. Öz düşüncəmizlə və o düşüncələrə, o arzulara sadiqliyimiz ilə biz öz gələcəyimizi özümüz yaradırıq. Sənin sahib olduğun bir enerji var və sən o enerjini təsəvvür et ki, bir su qabında su var və sən bu enerjini, bu suyu hara töksən, orada bir həyat canlanacaq. İndi özünə bax, sən gün ərzində enerjini nəyə xərcləyirsən? Əgər sən gün ərzində sevmədiyin bir insan haqqında şikayət modundasansa, daimi şəkildə o insanın sənə yaratdığı travmatik hadisəni şuur altından çıxardırsan, başlayırsan özüvə və ətrafıva təlqin etməyə ki, bu insan mənə bunu yaşatdı, bu insan mənə belə bir ağrı yaşatdı və müşahidəçi effekti də orada ortaya girir ki, sən ətrafında olan insanları öz yaşadığın o həyat hadisəsinə müşahidəçi qılırsan. Bu da o hadisənin sənin həyatında daimi şəkildə qalmasına xidmət göstərir və bu prosesi ətrafdakı insanlara danışaraq öz enerjini tükətirsən, biraz sonra halsız olursan, yuxun gəlir, günün necə başladığını, necə bitdiyini, həmin gün günəşin şölələrinin olduğunu, olmadığını və yaxud da ki, quşların bir cəhcəh vurmasını belə sən eşitmirsən. Çünki sən indiki anda deyilsən, çünki sən
keçmişdə yaşayırsan, hələ də o hadisədə, o gündə qalmısan. Çünki sən mənəvi olaraq uşaqsan, çünki sən mənəvi olaraq inkişaf etmədin. Bioloji yaşın ola bilər ki, sənin 50 olsun, 60 olsun, 70 olsun, amma sən bir gündə keçmişi xatırlayaraq bir emosiya ifraz edirsənsə, negativ bir enerji vibe yayırsansa, demək ki, gözəl insan, sən hələ də o travma yaşadığın gündə qalmısan. Sən böyümədin. Sadəcə bioloji olaraq böyüdün. Və görürsən ki, səndən daha az yaşlı bir şəxs sənə bir müəyyən bir doğru istiqaməti verir və hətta sən egosal baxımdan da bunu qəbul etmək istəmirsən. Deyirsən ki, necə ola bilər? Bunun yaşı azdır, mən dünya görmüş adamam. Amma anlamırsan ki, bioloji yaşın bir önəmi yoxdur. Əsas olan təcrübə, təcrübələrdən çıxarılan dərs və sənin mənəvi cəhətdən nə qədər böyüməyindir. Sən əgər mənəvi cəhətdən böyüməyi bacarmısansa, o zaman sən bir növ yaşadığın həyat hadisələrindən artıq o imtahanlardan keçmiş olursan. İmtahanlardan keçdiyinə görə də imtahanlardan keçmək üçün hazırlaşan insanlara sən yardımçı qılınırsan. Burada yardım edən sən deyilsən. Özündən görmürsən bunu da. Çünki sən əgər etdiyin yardımı belə özündən görsən, desən ki, mən etdim, mən öyrətdim, mən olmasam o mənəviyyatda addımlaya bilməz. Burada da sən artıq növbəti imtahandan kəsilmiş olursan. Burada da sən artıq növbəti xeyrə vasitə qılınmaq nüanslarından münəzzəh qılınırsan. Buna görə də biz bilməliyik ki, edən odur. Sadəcə olaraq biz həmin an vasitə qılındıq. Başqa bir aspektə yanaşmaq istəyirəm dostlar bu mövzuda. Baxın, niyə görə burada emosiya vacibdir? Nə üçün? Emosiyanın vacib olmasının əsas səbəblərindən biri də sizin həmin anda sahib olduğunuz vibe-ın nə qədər önəmli olmasıdır. Yəni siz bir energetik varlıq olduğunuza görə, siz təkcə bədəndən ibarət olmadığınıza görə, emosional, mental, enerjisel bədənlərə də sahib olduğunuza görə sizin bədəninizdə olan hücrəsəl səviyyədə titrəşimlər olur. Yəni bu hüceyrələr, milyardlarla hüceyrə daimi şəkildə hərəkətdədir və hərəkətdə olduğuna görə də mütləq şəkildə o bir vibe yayır, yəni bir dalğa yayır. Və bu dalğanın tezliyinin hansı frekansda olması simulyasiyada gələcək adlı illüziyada sizin həyatınıza həmin o vibe-a uyğun, o vibe-ın sizdə qalıcı olmasına uyğun olan həyat hadisələrinin sizin həyatınızda təzahür etməsinə səbəbiyyət verir. Buna rezonans deyirlər. Yəni, sən hansı tezlikdəsənsə, həmin tezlikdə olan hadisələri öz həyatına çəkəcəksən. Ola bilər ki, sadaladığın nüanslar anlaşılması çətin ola bilər, zehniyyatımız həzm edə bilməz. Daha rahat şəkildə deyim. Rəbb olan Allah bir kainat dizayn edib və biz bu kainatın içində yaşayırıq və bu kainat da elə dizayn olunub ki, bizə hər zaman hə desin. O sənə hər zaman hə deyir. Sən deyirsən ki, mən kədərliyəm. O sənə deyir, hə, əla, super. Sən kədərliyəm deyirsənsə, demək ki, sən kainata mesaj göndərirsən. Simulyasiyaya mesaj göndərirsən ki, məni hər zaman kədərli olan situasiyada saxla. Mən bu halı sevirəm. Axı o sənə hə deyəcək aspektdə, belə deyək, dizayn olundu. Kədərli olduğuna görə kədərli səni saxlayacaq frekansda olan həyat hadisələri maqnit kimi sənin həyatına çəkilir, sən tərəfindən və sən bunun fərqində deyilsən. Buna görə də bizim bu həyatda şuurlu yaşamağımız ona görə vacibdir ki, biz fərqində olaq ki, mən hal-hazırda hansı vəziyyətdəyəm. Sənin şuurlu yaşamağın sənin özünü müşahidə etməyin deməkdir. Yəni sən özünü günün böyük bir hissəsində müşahidə edirsən. Mən indi nə hiss etdim? Mən kədərliyəm. Yoxsa kədər duyğusu mənə qonaq gəldi? Sənin adlandırdığın aspektdən çox şey asılıdır. Əgər sən desən ki, mən kədərliyəm, bu o deməkdir ki, sən kədər duyğusunun
içində itib batmısan. Sanki dumanın içindəsən və özünü görmürsən. Buna görə də sən anlamırsan ki, kədərin və yaxud da ki, üzüntü bir qonaqdır. Qonağı göndərənin xatirinə xoş şəkildə qəbul etməlisən və o qonaq qalıcı olmayacaq. Sən kədərli halı müşahidə etməlisən. Kədər sənə gəldiyi anda əgər sən öz rezonansını qoruya bilsən, frekansını düşməkdən qoruya bilsən, sən cəmi 2 dəqiqə sonra pozitiv fazaya keçid eləyə biləcəksən. Və bunu etməyin artıq sənin şuuraltıva müdaxilə etməyin deməkdir. Bunu etməyin sənin gələcəyində gözəl günləri dizayn etməyin deməkdir. Buna görə də dostlar, müşahidə, şuurlu yaşamaq çox önəmli bir aspektdir. Müşahidə etmək özümüzü, həyatımızı və yaxud da ki, digər amilləri müşahidə etmək çox önəmli bir aspektdir ki, biz yalnızca bizə göstərilən, hər zaman bizə göstərilən tərəfdən hadisəyə baxmayacaq. Biz artıq, belə deyək, hadisəyə 360 dərəcə aspektdən baxacaq. Yəni ki, mən bugün gördüyüm ola bilər ki, yaşıl bir alma ağacında saralmış bir budaq olsun. Və yaxud da ki, alma ağacının kölgəsinə mən fokuslanmış ola bilərəm. Və yaxud da ki, həyat tablosunda bir daşın üzərində olan mamıra fokuslanmış ola bilərəm. Bu o demək deyil ki, həqiqət bundan ibarətdir. Bu o deməkdir ki, sənin fokusun sadəcə olaraq qarayadır. Qara rəngə fokuslanmısan, kölgəyə fokuslanmısan. Fokusunu dəyiş, şuurlu şəkildə bunu edə bilərsən. İndi sən oturduğun, illərlə oturduğun taxt-tacdan durursan və gedirsən ağacın ətrafında dövrə vuraraq, ağacın yaşıl budaqlarına baxmağa, orada olan meyvələrin dadına baxmağa və yaxud da ki, ağacın arxasında gizlənən günəşi müşahidə etməyə və yaxud da ki, orada olan o gözəl təbiəti daha yaxından müşahidə etməyə. Bu artıq sənin fokusunun dəyişməsi deməkdir. Bu artıq sənin problemlər ağacını sulamamağın deməkdir. Və sən nə qədər ki, bu fokusda yaşayacaqsan, bir müddət sənə çətin olacaq. O müddət də çox uzun da müddət deyil. Yəni, yəqin ki, bunu eşitmişsiniz ki, bizdə bir inancın formalaşması üçün ən az 21-40 gün arası bir vaxt lazımdır ki, biz özümüzü yeni inancımıza inandıra bilək. Bunu edəriksək, dostlar, 21 gün, 40 gün davamlı bir zənciri biz həyatımızda var edə bilsək, mən sizə əmin eləyirəm ki, siz heç kimə möhtac olmadan memarlıq fakültəsini bitirmiş olacaqsınız, Həyat Universitetinin. Buna görə də çalışmaq lazımdır ki, insan özü öz memarı olsun. Öz evində nəsə xarab olanda, bədən adlı evində, ətrafdan onu təmir edəcək şəxsləri öz həyatına dəvət etməsin. Çünki təmirçi zaten sən özünsən. Sənin bədəninin belə sağaltma funksiyası var. Sən sadəcə bunun fərqində deyilsən. Sən əlin yaralanır, sən əlin yaralanmasını müşahidə edirsən. Görürsən ki, mənim əlim cızıldı. İndi görürsən ki, heç ora dərman belə vurmasan, o əlvin sağalması müəyyən bir gün intervalında yekunlaşır. Yəni, bir neçə gün dözüb səbr edirsən və başlayır sənin əlin sağalmağa. Yəni, sənin bədəninin sağaltma funksiyası var. Həmçinin də bu sənin bütün xarakteri xüsusiyyətləri, həmçinin də bu sənin beynində olan bir analiz etmə filtrini dəyişməyindən də təzahür eləyə bilər. Yəni, sən təkcə bədənini yox, həyatını da sağalda bilərsən. Filtri dəyişməklə, fokusunu dəyişməklə, enerjini düzgün şəkildə istiqamətləndirməklə. Enerjinin istiqamətlənməsi çox önəmli bir aspektdir. Nəyə xərcləyirsən? Sən nəyə xərcləyirsən? Özünə yatırım mı edirsən? Boş-boşuna ora-bura mı xərcləyirsən? Bu çox önəmli bir aspektdir, dostlar. İndi zehnin şuuraltı təbəqəsi haqqında, yəni proqram təbəqəsi haqqında müəyyən qədər qismi məlumata sahib olduq və bildik ki, bizim bədənimiz və bizim həyatımız və bizim daxili dünyamız, hansı ki, həyat adlandırdığımız ətraf mühit, simulyasiya bizim daxili dünyamızın bizə ayna tutulmuş versiyasıdır və biz daxili dünyamıza əl gəzdirərək, daxili dünyamıza da
şuuraltımız aspektindən yanaşaraq, orada dəyişikliklər edərək biz həm daxilimizi, həm də daxilimizdən qaynaqlanan xaricimizi rahat şəkildə dəyişə bilərik. Bunu da etmək üçün şuurlu addımlar atmaq lazımdır. Bunu da biz anladıq və bir də dostlar, zehnin şuur üstü təbəqəsi var. Bu haqda bəlkə də siz eşitməmisiniz. Suallarınızı hamısını cavablayacağım. Narahat olmayın. Suallarınızı yadınızda saxlayın. Mən sizə qeyd edəcəyim zamanda yazacaqsınız sualları. Və siz o sualların cavabını Allahın mənə bəxş etdiyi qədəri ilə cavablayacağım və cavabı da əldə edəcəksiniz. Buna görə qəti narahat olmayın və tələsməyin. Tələskənlik inancınızı zehniyyatınızdan silin. Şuurüstü təbəqə, dostlar, nədir? Şuurüstü təbəqə çox önəmli bir fazadır. Sən əgər şuurüstü təbəqənə çata bilsən və şuurüstü təbəqəyə çatmaq, dostlar, bilirsinizmi necədir? Siz ilk öncə şuuraltının qaranlıq otaqlarından keçməlisiniz. Mütləq şəkildə. Şuuraltının qaranlıq otaqlarından keçərək şuurüstü təbəqəyə çata bilərsiniz. Şuurüstü təbəqə odur ki, sən idarə olunursan. Kim tərəfindən? Ali yaradan tərəfindən. Səni, məni, külli kainatı, bütün var olanı yaradan tərəfindən sən idarə olunursan. Bu şuur üstü təbəqədir. Bu şuur üstü bir yaşamdır. Burada şuur altından və şuurdan söhbət gedə bilməz. Çünki seçim edən sən deyilsən. Çünki addım atan belə sən deyilsən, danışan belə sən deyilsən. Sən burada %100 vasitə qılınmış olursan. Və şuurüstü təbəqəyə əgər sən çatsan, görəcəksən ki, sən daimi şəkildə xidmətkar qılınmısan. Və xidmətkar qılındığın üçün də burada sənin xidmətkar qılındığın sahə xeyrə vasitə qılınmaqdır təbii ki. Və edən o olur. Hər şeyi edən o olur. Sən burada olursan bir vasitə. Və bu təbəqəyə keçmək üçün yenə də qeyd edirəm, qaranlıq otaqlardan siz keçməlisiniz. Qaranlıq otaqlar şuuraltımızın qaçdığı, şuuraltımızda işığını yandırmadığımız otaqlardır. Məsələn, balaca vaxtı təsəvvür edin ki, biz qaranlıq otağa daxil olarkən qorxurduq. Bizdə qorxu duyğusu bizi sarırdı. Biz elə bilirdik ki, orada nəsə var və biz sadəcə olaraq valideynimizi çağıraraq o otağın işığını yandırsaq və yaxud özümüz şuurlu şəkildə bunu icra etsək, görəcəyik ki, otaqda bir gün əvvəl baxdığımız nəsnələr öz varlığını sürdürür və orada qorxacaq bir şey yoxdur. Şuuraltı da belədir. Sənin xatırlamaq istəmədiyin bir travman ola bilər keçmişdə, sənə qorxu yaradacaq bir həyat hadisəsi ola bilər keçmişdə və sən bunu belə deyək, xatırlayaraq sən ora işıq salmaq istəmirsən. Sən qorxursan. Qorxduğuna görə də daimi şəkildə o hadisə səni izah edir. Qorxduğuna görə də o səni aşağı şuur səviyyələrinə zəncirləmiş şəkildə saxlayır. Sən daima olursan nəzarət illüziyasında, qorxu illüziyasında, yəni yaşamını sürdürürsən birinci, ikinci və üçüncü enerjisel mərkəzlərdə. Ona görə də sən oradan qurtula bilmirsən. Qurtulmağın isə bir versiyası var. Mütləq şəkildə o otağa daxil olmalısan. Şuurüstü səviyyə qalxmaq üçün isə bütün otaqların işığını yandırmalısan. Sanki bu bir cəngəllikdir. Şuurlu şəkildə cəngəlliyə daxil olursan, cəngəlliyi keçib yekunlaşırsan və sən düşürsən elə bir fazaya ki, orada səni dünya illüziyası narahat etmir, sən xidmətkarsan. Bu da bizim zehnimizin şuur üstü təbəqəsi, dostlar. Və biz anladıq ki, bugün əgər dinlədiksə və yaxud da ki, dinlədiyimizi idrak etdiksə, biz artıq həyatımızı necə dizayn edəcəyimizi müəyyən qismi mənada da olsa anlaya bildik.